Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni Azərbaycana səfərə gəlib. Unikal 25 sentyabr 2022-ci il seçkilərində qalib gələrək İtaliyanın baş naziri olmuş Meloni'nin bioqrafiyasını təqdim edir. Giorgia Meloni 15 yanvar 1977-ci ildə İtaliyanın Roma şəhərində anadan olub. Atası Francesco Meloni Sardiniyadan, anası Anna Paratore isə Siciliyadandır. Vergi məsləhətçisi olan atası Giorgia Meloni 11 yaşında olanda ailəni tərk edib. Onun Arianna adlı böyük bacısı var. Giorgia Garbatella bölgəsində böyüyüb. Heç bir universitet təhsili almayan Meloni 15 yaşında milli mühafizəkar İtaliya sosial hərəkatının gənclər qanadı olan Gənclər Cəbhəsinə qoşulub. Bu illərdə o, nazir Rosa Russo Iervolino'nun təşviq etdiyi dövlət təhsili islahatına etiraz edən tələbə koordinasiya qrupu olan Gli Antennati, yəni əcdadlar təşkilatını təsis edib. 1996-cı ildə o, İtaliya sosial hərəkatının sağçı varisi olan Milli Alyansın tələbə hərəkatı olan tələbə fəaliyyətinin milli lideri olub və hərəkatı İtaliya Təhsil Nazirliyi tərəfindən yaradılan tələbə assosiasiyaları forumunda təmsil edib. Elə həmin il o, Amerigo Vespucci İnstitutundan diplom alıb. Giorgia gənc illərində Romanın ən məşhur gecə klublarından biri olan Piper klubunda ofisiant və barmen, həmçinin dayə kimi çalışıb. Meloni İtaliyada millətçi mühafizəkar siyasi partiya olan İtaliya qardaşlarının lideri və Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının prezidenti vəzifəsində çalışan İtalyan jurnalist və siyasətçidir. 1998-ci ildə ilkin seçkilərdə qalib gəldikdən sonra Meloni Roma əyalətinə seçildi və 2002-ci ilə qədər bu vəzifədə çalışdı. 2000-ci ildə milli direktor seçildi və 2004-cü ildə partiyanın gənclər qanadı olan Gənclər Hərəkatının ilk qadın prezidenti oldu. Daha sonra o, Forza İtaliyaya qoşularaq Gənclər Naziri və İtaliya Qardaşları Partiyasının təsisçilərindən biri oldu. Meloni həmçinin Silvio Berlusconi'nin 4-cü hökumətində Gənc İtaliyanın prezidenti vəzifəsində çalışıb. Sağçı İtaliya Qardaşları Partiyasının qurucu tərəfdaşı olan Giorgia, Guido Crosetto və Ignazio La Russa ilə birlikdə 8 mart 2014-cü ildə partiya lideri seçilib. O, 2006-cı ildən bəri İtaliya Deputatlar Palatasının üzvüdür. Meloni sevgilisi televiziya müxbiri Andrea Giambruno ilə yaşayır və onların Ginevra Giambruno adlı bir qızı var. Onların qızı 2016-cı il təvəllüdlüdür. Qeyd edək ki, bu Meloni'nin Azərbaycana ilk gəlişi deyil. Belə ki, o 2024-cü il noyabrın 13-də BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfər edib.